Salam, bugünkü dərsimiz fizika üçün sertifikasiyadan verilmiş nümunə test tapşırıqlarıdır. Birinci tapşırığımızla başlayaq. Hərəkəti düzxətli olan 3 cismin koordinatının zamandan asıllıq qrafiki verilmişdir. Uyğunluğu müəyyən edin. Baxırıq ki, birinci qrafikimizdə başlanğıc koordinat 0-dır. x0 bərabərdir 0. Hərəkət tənliyimiz x bərabərdir x0 plus vx-t'dir. Hərəkət x ox istiqamətdə olduğundan v-miz də müsbətdir. Deməli, cisim vx-imiz böyükdür 0 olduğundan deyirik cisim x ox istiqamətdə düzxətli bərabər sürətlə hərəkət edir. Cisim ox ox istiqamətdə hərəkət edir. Deməli, 1-ə olar A. İkinci qrafikimizə baxırıq. Burada cismimiz x oxu boyunca şunətdə dayanmışdır. Məsələn, bu koordinat başlanğıcımız x oxumuz hər hansı müsbət qiymətdə, yəni x0-da cisim şunətdə dayanmışdır. Yəni, baxırıq ki, koordinat zaman artsa da koordinatımız dəyişmir. Deməli, cisim şunətdədir. 2-yə olar C. Üçüncü hərəkətimizə baxırıq. Başlanğıc koordinatı müsbətdir. Amma cisim x oxunun əksinə doğru hərəkət edir. Baxın, belə hərəkət edir. Vx kiçikdir 0. Deməli, cisim x oxunun əksi istiqamətdə hərəkət edir. 3-ə də B variantımız uyğun gəlir. Sürətin proyeksiyası müsbətdir. Qeyd elədik bunu. A variantındadır. D. Sürətin proyeksiyası mənfidir. Burada tənliyimiz x bərabərdir x0 minus vx-t'dir. Sürətin proyeksiyası mənfidir. O da 3-ə uyğun gəlir. 1-ə A, D, 2-yə C, 3-ə B-yə. Cavabımız olar C variantı. Növbət tapşırığımıza baxırıq. X oxu üzrə düzxətli bərabər təcilli hərəkət edən başlanğıc koordinatı 30 olan cismin sürətinin proyeksiyasının zamandan asıllıq qrafiki verilmişdir. 10-cu saniyənin sonunda cismin koordinatını hesablayın. Baxırıq, başlanğıc koordinatı x0 bərabərdir 30-dur. Birinci hissədə x oxu əksinə bərabər yavaşlayan, ikinci hissəmizdə, yəni ikinci 6 saniyədə x oxu istiqamətdə yeyinləşən hərəkət etmişdir. Bərabər təcilli olduğundan biz təcili taparıq. A bərabərdir. Yəni, birinci 4 saniyədə və sonraki 6 saniyədə eyni təcilli hərəkət etmişdir. Onda biz bu 6 saniyə üçün təcili tapa bilərik. Başlanğıc sürətimiz 0-dır. 6 saniyədə son sürətimiz 12 olmuşdur buradan. Deməli, onda V çıx V0 böl T düsturundan V-miz 12, V0-ımız 0-dır. T də 4-dən 10-a kimidir, eləyər 6. Cavabımız 2 metr böl saniyə kvadrat. Deməli, birinci 4 saniyədə də, ikinci 6 saniyədə də, yəni ümumi 10 saniyədə hərəkət təcilimiz 2 metr böl saniyə kvadratdır. İndi birinci 4 saniyə üçün koordinatın zamandan asıllıq tənliyini yazaq. x0 minus v0 xt plus axt kvadrat böl 2. Təcili bildik biz. Başlanğıc sürətdə buradan tapa bilərik. A bərabərdir. Yenə yavaşlayan olduğundan v0 x minus vx böl t. A-nın yerinə tapdıq 2 bərabərdir. V0 x, t'miz də 4. 0-dan 4-ə kimi. Buradan V0 x bərabərdir 8-ə. Tənliyimizdə yerinə yazsaq, x bərabərdir. Başlanğıc koordinatımız 30 minus 8 vurulsun 4 plus 2 vur 4-ün kvadratı 16 böl 2. Bu da eləyər 30 minus 32 plus 16 bərabərdir 14. Deməli, birinci halda 30-dan başlamışdı hərəkətə cismimiz. Bu koordinat başlanğıcımız olsun. Bu da 30 olsun. X oxunun əksinə gəlmişdir. Məsələn, 14-də dayandı. Sonra x oxu istiqamətdə yeyinləşən hərəkət etməlidir. Deməli, onda 14 olur. Hərəkətin başlanğıc koordinatı ikinci hərəkət üçün başlanğıc koordinatı olur. Onda yazarıq x bərabərdir 14 plus başlanğıc sürət 0-dır. Vx-t'nin yerinə 0 plus A-mızı tapdıq. 2 vur T'yə də qoyuruq. 4-dən 6-ya kimi
4-dən 10-a kimi 6-nın kvadratı 36 bölü 2. O da eləyər 14 plus 36 bərabərdir 50 metr. Deməli, cismin son koordinatı, məsələn, burada dayandığı anda son koordinatımız olar 50. Cavabımız olar buradan C variantı. Növbət tapşırığımıza baxırıq. Bərabər sürətli hərəkətdə, çevrə üzrə bərabər sürətli hərəkətdə nöqtənin mərcəqaşma təcilinin dövrətmə periodundan asıllıq qrafiki verilmişdir. Mərcəqaşma təcilinin çevrənin radiusundan asıllığını müəyyən edin. Deməli, baxırıq ki, burada A-nın T-dən asıllıq qrafiki verilmişdir. A bərabərdir 4 pi kvadratı R böl T-nin kvadratı. Deməli, baxırıq birinci halda T sabitdir, A artır. T sabitdir, buradan A artırsa, deməli, buradan 4 pi kvadratı sabit cəmiyyətdir. Deməli, radius da artmışdır. Onda birinci hissədə bizə lazımdır. A da artsın, R də artsın. Baxırıq burada A variantımızda uyğun gəlir. B variantımızın da birinci hissəsi uyğun gəlir. Digər variantlar uyğun gəlmir. İkinci hissəmizə baxırıq. A azalır, T artır. Deməli, buradan A azalır, T artır. Onda R sabitdir. Deməli, ikinci hissəmizdə biz R sabit, A azalan tapmalıyıq. R sabit, A azalır. Baxırıq, burada R sabitdir, A da azalır. Cavabımız olar B variantı. Növbət tapşırığımıza baxırıq. 200 kilogram olan deyil. Buz yelkəni sürtünməsi səthdə sükunətdədir. Sükunətdədirsə başlanğıc sürəti 0-dır. Küləyin təsiri ilə yelkən sürətini 4 saniyə ərzində 6 metr böl saniyəyə qədər çatdırır. Deməli, sürəti 6 metr böl saniyədir. Zamanımız da 4 saniyədir. Təsir qüvvəsini hesablayın. Küləyin təsir qüvvəsi sabit qəbul edirik. Onda əvəzləyici qüvvə bir dənə ilə olur bizim küləyin təsir qüvvəsi. O da MA-ya bərabərdir. M vur A-nın da yerinə V minus V0 böl T bərabərdir. M-in yerinə yazarıq 200 vurulsun 6 çıx 0 bölünsün T-də 4. O da eləyər 200 vur 6 böl 4 bərabərdir. Burada 2'ye ixtisar eləsək, burada qalar 100. Burada qalar 2. 100 böl 2 eləyər 50. 50 vur 6 da eləyər 300. Cavabımız olar A variantı. Növbət tapşırığımıza baxırıq. Bloklar sistemi vasitəsilə şaquli istiqamətdə 2 metr böl saniyə kvadrat təcillə qaldıran cismin kütləsini hesablayın. Baxırıq ki, bir-birdə bizim bu böyük tərpənməz blokumuzdur. Aşağıdakı isə tərpənən blokdur. Tərpənən blokda bilirik ki, qüvvədə 2 dəfə qazanc verir. Bir tərpənən blok var. Onda A təcili ilə qaldırmaq üçün deyilsə, mc plus A böl 2. Buradan bizə cismin kütləsi lazımdır. F'in yerinə yazarıq 60 bərabərdir. M vurulsun. C 10'dur. A da 2'dir. 10 plus 2 eləyər 12 böl 2. Buradan olur 60 bərabərdir 6 M-ə. M də bərabərdir 10 kilogram. Cavabımız olar C variantı. Növbət tapşırığımıza baxırıq. Yer səthindən hansı hündürlükdə kosmik cəmiyyət təsir edən ağırlıq qüvvəsi yer səthindəkindən 16 dəfə azdır. Ağırlıq qüvvəsinin düsturundan biz bilirik F ağırlıq bərabərdir C planetin kütləsi, cismin kütləsi. Burada da yazırıq R plus H-ın kvadratı. 16 dəfə az olması buradan qismət 16 dəfə azalması üçün burada məxrəc 16 dəfə artmalıdır. Onda baxırıq ki, burada R plus bura biz 3R yazsaq eləyər 4. 4-rin də kvadratı 16. Deməli, yer səthindən 3R məsafəyə qalxmalıdır. Digər tapşırığımıza baxaq.
Cisim yer səthindən 30 metr/saniyə sürətlə, deməli baxırıq yer səthindən başlanğıc sürəti 30 metr/saniyə V0 bərabərdir 30 metr/saniyə sürətlə yuxarı atılır. 4-cü saniyənin sonunda cismin yer səthindən olan hündürlüyünü hesablayın. Baxırıq ki, bilirik ki, müqavimət qüvvəsi nəzərə alınmırsa, cisim yuxarı və aşağı hərəkətlərdə bərabər təcillə hərəkət edir. Yəni, onda H bərabərdir, yazarıq V0T, həm də yavaşayandır, minus GT kvadrat bölü 2 bərabərdir. V0'ımız 30 vur 4 minus 10 vurulsun 4'ün kvadratı 16 bölü 2 bərabərdir. 120 minus 80 bərabərdir 40 metr. Deməli, cismimiz yer səthindən 40 metr hündürlükdə olar. Sərtliyi 5 kN/m olan yayın 90 N qüvvənin təsiri ilə mütləq uzanmasını hesablayın. Elastik qüvvənin düsturundan biri F elastik bərabərdir Kx. Buradan bizə X lazımdır. F elastik böl K. F elastika yazarıq 90. 5 kN-dur. Bunu da Newtona çevirəndə 1000'ə vurarıq. Böl 5000 bərabərdir. Sıfırlarımız gedər. 9'u 5'ə bölərik. Eləyə 1/8. 1/8'dən də vergülü 2 dənə qabağa aparsaq 1, 2. Cavabımız olar 0,18 metr. Bunu da 1000'ə vurarıq 18 millimetr. Cavabımız olar Y variantı. Tapşırıqlarımız bu qədər. Tapşırıqların növbəti izahını ikinci videomuzda izləyə bilərsiniz. Sağ olun, hər birinizə uğurlar.